Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Demək, bizim bugünkü mövzumuz bilirsiniz ki, bir neçə gün bundan öncə təbibin tabiçində olan əyalət rayon xəstəxanalarında olan vəziyyətlə bağlı məlumatlar verdim ictimaiyyətə. Demək, həmin məlumatlar nə idi? Qoy mən onu bir daha təkrar eləyim burada. Biləsiniz, əziz dostlar, mən daha şeydən kənara çıxıb sizə bir məlumat verim. Bizim demək, Qopuz TV-ni izləmək üçün Azad İskəndərli səhifəsinə girməyiniz kifayət edir. Yəni, E hərfi yazılacaq, yəni Azad İskəndərli səhifəsinə girib Qopuz TV-ni hər zaman izləyə bilərsiniz. Əziz dostlar, demək, bu xəstəxanalarda yaşı 65-i ötmüş həkimlərlə bağlı biz etirazımızı bildirdi. Yəni, bu tək bizim etirazımız deyil, bu əhalinin bir çoxunun etirazıdır bu 65 yaşdan yuxarı olan həkimlərin çalışması. Amma biz gördük ki, bir neçə adamlar bizim o videoların altından yazılar yazdılar və bir çoxu da elə yaşı 65-i keçmiş həkimlər idi. Narazılıqlarını bildirirlər. Güya ki, yaşı 65-i keçmiş olan həkimlər çox belə güclü savada malikdirlər. Yeni gənclər, gələn həkimlər bunlardan örnək götürür, bunlardan hansısa bir bu sənəti öyrənir. Mən şəxsən burada deyirəm ki, mən bu Azərbaycanda yaşayıram, yaşı 65-dən yuxarı olan mən hələm indiyə qədər bir düzdür, bilikləri var. İndi bütün hallarda bu adam həkim işdir, 40 ildir. Yəni 40 ildir, 45 ildir bu adam həkim işdir. Təbii ki, bunun bilikləri olacaq, amma bu günləri müasir tibb biliklərindən ayaqlaşa bilmirlər. Və ümumiyyətlə, məsələn, mənim 56 yaşım var, mən 3-4 dənə xəstəlikləri daşıyıram öz bədənimdə. Mən özümlə mübarizə, öz xəstəliyimlə də mübarizə aparmaq qüdrətində deyirəm. Hələ mənim 56 yaşım var və 65 yaşında həkimlərin özlərinin necə, ilk növbədə bunlar özlərinin sağlamlığının keşiyində durmalıdırlar və dura bilmirlərsə, bu vətəndaşa necə xidmət eləyəcəklər? 65 yaşlı insanın bilirsiniz ki, əsəb sistemləri də artıq yerindədir, heç kim özünü tərifləməsin, mən özümü 25 yaşındakı kimi hiss edirəm, mənim o videolarımın altından yazıblar. Bəs yaxşı, belədirsə, niyə görə sizi özəl sektorda götürmürlər işə, özəl sektorda xəstəxanalar sizi qəbul etmir? Siz gəlmiş ancaq dövlət xəstəxanalarında, ona görə ki, dövlət xəstəxanalarında 1500-ə yaxın əmək haqqı alırsınız və çoxlarınız da rüşvətə öyrənib, hərisdir. Bilirsiniz ki, bu 40 ilin, 45 ilin həkimlərisiniz. Ona görə də siz bu yoldan geri çəkilə bilmərsiniz. Yəni, bu rüşvət mütləqdir ki, sizin bu həyatınızda mühüm rollardan birini tutacaqdır. Ona görə də burada bizim o videoların altından, yalandan o yazılar yazmayın. Biz bütün bunların hamısını görürük. Nə də bizim o sosial şəbəkələrdə səhifələrimizə belə bəzilərdə var, ağzına gələni yazırlar. Bəli, mən buradan təbib rəhbərliyinə buna müraciət elədim. Əlbəttə ki, təbib rəhbərliyi bütün bunları araşdırarkən əyalət rayon xəstəxanalarında, lap Bakının özündə də xəstəxana direktorları bundan narazılıq etməyəcəklər. Ona görə ki, bizim aldığımız məlumata görə yaşı keçmiş həkimlərlə xəstəxana direktorları müqavilənin bir ilini 2000 manata, 2000 manat rüşvət müqabilində müqavilə bağlayır bunlarla. Məsələn, biz bu yaxınlarda Səlyanda bir neçə həkimin 2000 manata müqavilə bağladığını eşitdik. İndi biz bilmirik bu nə dərəcədə düzgündür. İndi orada da yoxlama gedir hal-hazırda. Yəni ki, bütün bunlar hamısı ortaya çıxacaqdır. Baxın, yəni ona görə də xəstəxana direktorlarına sərf eləyir, yaşlı adamları bunların sözünü də eşidir. Direktorların, çünki qorxurlar ki, müqaviləni pozacaqlar. Direktorlara da sərf eləyir ki, onlardan pul alır, rüşvət alır. Bu çox yerlərdə var. İndi biz burada ad çəkə bilmərik. Amma biləsiniz ki, yaşı ötmüş
həkimlərin, müqavilə ilə işləyən həkimlərin demək olar ki, 100% həmin bu rüşvət müqavilələrini artırırlar. Hələ bu keçən səfər də dedim, yenə də təkrar edirəm. Bunun həkimliyi bir tərəfə qoyaq, bəziləri də var ki, demək olar ki, əksər şöbələrin müdirləri həmin bu 65-67 yaşında ahıl insanları qoyublar. Demək ki, bu adamların bu necə deyirlər, bu təşkilatçılıq qabiliyyəti də olmalıdır axı. Yəni bu adam həm həkimlik eləyəcək, həm təşkilatçılıq eləyəcək, amma özünün o bir çoxları şəkərindən, təzyiqindən, belindəki radikulitdən, ürəyindəki infarktdan özləri gileylənirlər, amma bütün bu adamlar bu işi necə görəcəklər biz bilmirik. Ona görə də biz buradan təbib rəhbərliyindən xahiş edirik ki, bir daha bütün bunlara nəzarət eləsin. İndi yeni rəhbərlik gəlib, biz hesab edirik ki, bizim o yeni rəhbərlik Anar Bayramov ictimai rəylə hesablaşan bir adamdır. Ona görə də ictimai rəyin hal-hazırda fikri budur. Baxmayaraq ki, o bizim videoların altından bəzi adamlar ağlının ağzına gələni yazırlar, amma bunlar hamısı yalandır. O yazılanlar hamısı o yaşı 65-i ötmüşlər, onların evlatlarıdır, onların həyat yoldaşlarıdır, bax onlardır. O bizə yazan bunlar. Biz cəmaat insanlar hamısı gənc həkimləri tələb edirlər. Hal-hazırda regionlarda gənc həkimlər gəlmir. Həkim çatışmamazlığı var. Bir çox da direktorlarda həkim çatışmamazlığını səbəb ortaya qoyaraq həmin yaşlı adamlardan ilinə 2000 manat rüşvət alaraq müqavilə bağlayır. Amma səbəb kimi onu göstərir. Bəli, həqiqətən də regionlarda həkim çatışmamazlığı var. Amma ondan da sui-istifadə edən xəstəxana direktorları var. Gənc həkimlərimizi cəlb eləmək lazımdır regionlara. Tək regionlara ümumiyyətlə təbib çox çalışmalıdır. Bununla bağlı ictimai birliklərlə təbib əməkdaşlıq etməlidir və bunların təbliğatını aparmalıdır. Gənc həkimləri təbib öz tabeçində olan xəstəxanaları cəlb eləməlidir. Və belə olarsa bizim demək, həm xəstəxanalarımızda, həm səhiyyəmizdə yenilik olacaq, gənclik olacaq, həm də vətəndaş məmnunluğu olacaqdır. Yəni biz görürük ki, xəstəxanalarda gənc həkimlərlə yaşlı həkimlərin arasında yerlə göy qədər fərq var. Gənc həkimlərin savadını da görürük, onların vətəndaşlarla münasibətində görürük, yaşlı adamlarını da görürük. Ələlxüsusda bunlar hamısı toplanıblar doğum şöbələrində. Doğum şöbələrində yaşlı adamlar, yaşı 60-ı, 65-i, 70-i keçmiş adamlar var. Belə şey mi olar? Yəni bütün bunların hamısına nəzarət eləmək lazım. Sonra deyir ki, rüşvət baş alıb gedir. Rüşvət necə baş alıb gedər? Həmin bu adamların əlinə. Bu adamlardır rüşvətxorluğa münbit şərait yaradan səhiyyəmizdə. Gənclər elə də maraqlıdır rüşvət almağa, rüşvətə. Heç gənc həkimlərimizin çoxusu qorxurlar ümumiyyətlə rüşvət almaqdan və yaxud da rüşvəti tələb etməkdən. Əsas bütün bunların hamısını həmin bu yaşlı nəsildir, 65-dən yuxarı olan həkimlərdir. Ona görə də ilk növbədə təbii bütün bu məsələlərlə bağlı ortaya mövqe qoymalıdır. Bu yaşlı həkimlərin bu səhiyyədən yığışdırılması vacibdir. Bir də ki, təbib rəhbərliyindən mən bunu bir xahiş eləmək istəyirəm. Demək, bu özəl sektorun qarşısı alınıb, yəni özəl tibb müəssisələrində problemlər yaradılır süni şəkildə, yəni ora göndərişlər göndərilmir, imkan verilmir. Təbibdə bilmirik indi kimdir bu işlərlə məşğul olan konkret olaraq ya Səhiyyə Nazirliyində, yəni özəl sektorda, tibbin özəl sektorunda inkişafına maneçilik törədilir, müəyyən məhdudiyyətlər qoyulub. Ona görə də özəl sektordan bir çox narazılıqlar var. Biz görüşmüşük həmin həkimlərlə. Bir də ki, özəl sektora kömək eləmək lazımdır, yardım göstərmək lazımdır dövlət səviyyəsindəki özəl tibb müəssisələrdə inkişaf eləsin. Əziz dostlar, mənim burada fikirlərimə, düşüncələrimə hər kəs doğru, düzgün
qiymət versin xahiş edirik. Və mən buradan bir daha Anar Bayramova müraciət edirəm bu məsələ ilə bağlı. Biz indi bu yaxınlarda bu xəstəxanalarda ictimai nəzarəti həyata keçirmək fikrindəyik və həmin bu xəstəxanalarda bu yaşı bu qədər ötmüş insanların necə fəaliyyət göstərməsi ilə bağlı anonim sorğular keçirəcək əyalət rayonlarında, yəni ən azından ölkənin cənub bölgəsi və Aran-Şirvan ərazilərində biz ictimai sorğu həyata keçirmək istəyirik. Hələlik fikrim bu qədər. Sizinlə Qopuz TV-də, Qopuz Media qrupunun rəhbəri Azad İskəndərlidir. Çox sağ olun, gecəniz xeyrə qalsın.